Yenidən sizinlə mən Faiq Məmmədov. Bugün 2024-cü il buraxılış sualına baxırıq. Birinci sualımız belədir. 300 ədədinin 40%-ni tapın. Təbii ki, 300-ü 40-a vurub 100-ə böləcəyik. Olacaq 120. Düzgün cavab D variantıdır. İkinci suala keçid alaq. Bu sualda deməli ifadənin qiyməti hesab olunmasına aiddir. 0,3-ü 0,15-ə böləndə mən yaza bilərəm ki, hər ikisini 100-ə vursam olacaq 30/15. Yəni bu bizə verəcək 2-ni. Çıxılsın. 20-də 13 bölünsün %26. 20-də 13 bölünsün %26 vurulsun 26-da 100 deməkdir. Buradan ixtisar 2, 5, 5 bölü 2. Yəni 2 çıxılsın 2,5. Bu da edəcək mənfi 0,5. Düzgün cavab olacaq B variantı. Üçüncü sualımız belədir. Sinus kvadrat x bərabərdir 1-ə. Buradan biz bilirik ki, sinus kvadrat x 1-dirsə, sinus x bərabərdir müsbət mənfi 1-ə. Yəni sinus x müsbət mənfi 1 qiymətlərini harda alır? X bərabərdir pi bölü 2 üstəgəlsin gəlin pi k-da. Yəni düzgün cavab olacaq A variantı. Bunu biz sinus kvadrat x-i 1 çıx kosinus 2x böl 2 bərabər 1-də yaza bilərdik. Buradan alınacaqdır ki, kosinus x bərabərdir. Kosinus 2x bərabərdir nəyə? Kosinus 2x bərabərdir. Deməli 1 çıx kosinus 2x bərabərdir 2-yə, kosinus 2x bərabərdir mənfi 1-ə. Buradan 2x bərabərdir pi üstəgəlsin 2 pi k-ya. Hər tərəf 2-yə böləndə olacaq pi bölü 2 üstəgəlsin pi k. Görürsünüz, yenidən həmin şey alınır. Siz hansı üsulla istəsəniz o üsulla yaza bilərsiniz. Dördüncü sualımız adi bərabərçilikdir. Yəni x buradan kiçik bərabərdir 4-dən. Natural həllərin cəmini istəyir. 1, 2, 3, 4. Cəm eləyəcək nə? 10. Deməli, 3, 4, 5 çoxluğun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmləri düzəltmək olar? 2 rəqəmli dediyinə görə birinci xanaya mən 3 müxtəlif rəqəm yaza bilərəm. Artıq birini bura yazmışamsa, ikinci xanaya 2 hal qalır. Deməli, ümumilikdə 6 ədəd düzəltmək olar. 6-cı sualda isə çox ədədli vurğular ayırmaq istəyir. Buradan hər ikisindən açıq B-ni ortaq vuruq kimi çıxarsam qalacaq x kvadratı çıx y kvadratı və x kvadrat çıx y kvadratın açılışı x çıx y vur x plus y-dir. Ona görə düzgün cavab B variantı olacaq. 7-ci suala keçid alırıq. Burada isə deməli alınır 5 üstü x kvadratı çıx 2x bərabərdir 5 üstü 3-ə. Əsaslar bərabərdirsə qüvvətlər bərabər olacaq. X kvadrat çıx 2x bərabərdir 3. X kvadratı çıx 2x çıx 3 bərabər 0. Kökün biri müsbət 3. Digəri isə mənfi 1-dir. Bizdən kiçik kök istəyir. Kiçik kökümüz olacaq mənfi 1. 8-ci sualımız belədir. 2 perpendikulyar müstəvinin birindən 5 cm, digərindən 12 cm məsafədə. Baxın, yerləşən nöqtədən, bu A nöqtəsi, tutaq ki, bu müstəvidən 2 perpendikulyar müstəvidir. Buradan bura 5-dir, buradan bura neçədir? 12-dir. Mən kəsmə xəttinə qədər məsafəni tapmaq istəyirəm. Deməli, 5, 12, bura nə olacaq? Olacaq 13. Deməli, bu nöqtədən müstəvilərin kəsmə xəttinə qədər olan məsafə 13 oldu. 9-cu sual loqaritmə aid sualdır. Loqaritm ölçüsündən 5-də 9 üstəgəlsin loqaritm ölçüsündən 5. Bu bizə verir loqaritma 3 əsasdan 5-də 9 vurulsun 5. 5-lər ixtisar gedir. Loqaritma 3 əsasından 9 bizə verir 2-ni. 10 sual çevrənin təlilinə aid sualdır. Mərkəz 3, 10 nöqtəsindədirsə, deməli, x çıx 3-ün kvadratı, x çıx 10-un, y çıx 10-un kvadratı şəklində olmalıdır. Deməli, x çıx 3, y çıx 10. Hansı variantdır? D variantıdır. Bəs bunun 3, 8 nöqtəsinə keçdiyini necə bilək? Bəxtimizdən ancaq x çıx 3, y çıx 10 bir variantdadır. Yəni, bir neçə variantda olsaydı, radiuslar fərqli olsaydı necə tapardım? Baxın, birincisi O və B nöqtələri arasındakı məsafəni tapa bilərdim və yaxud da x yerinə 3 qoyub, y yerinə 8 də qoyub tapa bilərdim. Gördüyünüz kimi x yerinə 3 qoyub, y yerinə 8 qoysaz bərabərlik doğru olur. Yəni, oradan tapmaq olar və yaxud da OB məsafəsini taparaq kök altında, deməli, 3 çıx 3-ün kvadratı üstəgəlsin 10 çıx 8-in kvadratı. Yenidən bizə nəyi verəcək? 2-ni verəcək. Radius 2-dirsə kvadratı da 4-dür. 11-ci suala tam səthin sayısı 150-dir. Yəni 6a kvadratı bizə verir 150-ni. A kvadratı 25-dir. A-nın 5 olduğunu tapırıq. A-nın 5 olduğunu tapmışıqsa,
bir üzün diaqonalı deyirsə a kök 2-dir. Yəni 5 kök 2-dir. Əgər kubun öz diaqonalını istəsəydi a kök 3 üsulundan istifadə edəcəkdik. 12-ci sual. Kürənin radiusunu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın? Təbii ki, kürənin həcmi düsturunu yazıram. 3/4 pi r kubu. Radiusun həcmi kubik asılı olduğuna görə həcmin 8 dəfə artması üçün radius 2 dəfə artmalıdır. Yəni A variantı. 13-cü sualda isə 2 düz xətt verilir və bu düz xəttlərin kəşf nöqtəsinin koordinatları hasilini istəyir. İlk öncə bunları bərabərləşdirək və kəşfə nöqtəsinin apsisini tapaq. Buradan 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. X-in 3 olduğunu tapdıq. Y-də tapmaq üçün gətirib x yerine 3 qoyuruq. Y-də 2 olur. Gördüyünüz kimi kəşf nöqtəsinin koordinatları 3, 2-dir. Hasil olacaq 6. 14-cü sualda deməli a üstəgəl 1/3-dürsə, a kvadrat üstəgəl 1/a kvadratını soruşur. Bunların hər ikisini kvadrata yüksəldirəm gənclər. Olur a kvadrat üstəgəlsin 2a vur 1/a üstəgəlsin 1/a kvadratı bərabərdir 9-a. Buradan a kvadrat üstəgəlsin 1/a kvadratı bərabərdir 7-yə. 15-ci sualda isə deməli tangens alfa üstəgəl tangens beta 8, tangens alfa plus beta -11/8-dir. Tangens alfa beta hasilini istəyir. Burada gördüyünüz kimi hansı üsuldan istifadə edəcəyik? Tangens alfa üstəgəl beta bərabərdir. Tangens alfa üstəgəl tangens beta bölünsün 1 çıx tangens alfa vurulsun tangens beta. Bax, bu düsturdan istifadə edəcəyik. Baxın, tangens alfa üstəgəl beta nədir? -8/11 bərabərdir. Tangens alfa üstəgəl beta, tangens beta 8-dir. 1 çıxılsın. Tangens alfa, tangens betaya bir x deyirəm. Buradan fikir verin. Surətlər bərabərdir. Məxrəcə -11 deyirəm. -11 bərabərdir 1 çıx x-ə. X buradan bərabərdir 12. Yəni tangens alfa, tangens beta hasili 12 olduğunu tapmış olduq. 16-cı suala baxırıq. Həqiqi əmsallı x kvadrat çıx 6x üstəgəlin bərabər 0 kvadrat tənliyin köklərindən biri x1 bərabər 3 çıx 2 idi. Onda x2 nəyə bərabərdir? 3 üstəgəl 2 olacaq. Çünki əgər köklərimizdən biri irrasional və ya kompleks isə, digər kök onun mütləq qoşması olmalıdır. Bu kvadrat tənlikdə həmişə belədir. Bunu yaddan çıxarmayın. Deməli, köklər hasilini tapmalıyıq. Köklər hasil olacaq. M bərabərdir x1 x2-yə. O da 3 çıx 2-ni 3 plus 2-yə vuranda 3-ün kvadratı çıxılsın 2-nin kvadratı. Yəni 9 çıx 4-ün kvadratı 9 üstəgəl 4. 9 üstəgəl 4 nəyə bərabərdir? 13-ə bərabərdir. 17-ci sualda isə alfa 16 dərəcədir. Alfa 16 dərəcədirsə bu qövs olacaq 32 dərəcə. Beta 20-dirsə bura olacaq 40 dərəcə. Qammanı bizdən AMB-ni verib. AMB deməli ümumi qövs 130 dərəcədir. Gördüyünüz kimi ümumi qövs 130 dərəcədirsə gənclər, deməli bunu tapdıq ki 72 buradır. 130-dan da 72-ni çıxanda qalır 58. Bura olacaq 58 dərəcə. Qamma da 58-in yarısı, yəni 29 dərəcə olacaq. Çünki daxil çəkmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. 18-ci sualda isə deməli adi hesablamadır. 3 kök 32-ni kök 2-yə vuranda 3 kök 64 üstəgəlsin 4 kök 36. Buradan da 3 vur 8 üstəgəlsin 4 vur 6. Yəni 24 üstəgəl 24 eləcək 48. 19-cu suala baxırıq. Sabit x km/saat sürətlə axan çay sahilində bir düz xətt boyunca ardıcıl olaraq ABC məntəqələri yerləşir. Motorlu qayıq çayın axın istiqamətində A məntəqəsindən C məntəqəsinə gedib. Baxın, axın istiqamətində A-dan C-yə gedib. Və axın əksi istiqamətində fikir verin, C-dən B-yə qayıdıbdır. AB 44-dür. Yaxşı. Cədvəldə verilənə görə çayın axma sürətini tapın. Yazaq. Deməli, biz bilirik ki, katerin sürəti 30, çayın sürəti x-dir. Deməli, biz 30 üstəgəl x-i 4-ə vursaq, nəyi tapmış oluruq gənclər? Tapmış oluruq ki, A-dan C-yə qədər bu nə qədər məsafə qət eləyibdir. Bərabərdir. İndi C-dən B-yə 30 çıx x vur 3 üstəgəlsin 44. Niyə? Çünki C-dən B-yə qaydanda 44 km hələ qalır. Ona görə üstə 44 yazıram. Bu tənliyi həll eləsəm, 120 üstəgəlsin 4x bərabərdir. 90 çıx 3x üstəgəlsin 44-ə. Buradan 7x bərabərdir 14-ə, x də bərabərdir 2-yə. Deməli, çayın sürəti 2 km/saat olmuşdur.
20-ci suala baxırıq. Rombun iti bucağı deməli 60 dərəcədir. Baxaq, rombun iti bucağı 60-dır və rombun diaqonalı kiçik diaqonalı 3-dür. İti bucağı 60-dır. Mən niyə 30 yazıram? İti bucağı 60-dırsa rombun və kiçik diaqonalı 3-dürsə, bu deməli burada bərabər tərəfli üçbucaq alınır. Rombun tərəfləri deməli nədir? Rombun tərəfləri də 3-dür. Rombun tərəfləri də 3-dürsə, bunun üzərində qurulmuş kvadratların sahələri cəmini tapdıyır. 4 dənə kvadrat qurulur burada və hər birinin sahəsi 9-dur. Çünki tərəfi 3 olan kvadratın sahəsi 9-dur. 9 da vuranda 4-ə neçə eləyəcək? 36. Deməli, kvadratların sahələri cəmi 36 oldu. 21-ci sual. Deməli, yenilik üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağı doğru 1-dən 9-a qədər nömrələnmişdir. Yuxarıdan aşağı doğru A1, A2, A3, A4, A5, A6, A7, A8 və A9. Deyir ki, mərtəbədəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi silsilə əmələ gətirir. 2-ci və 8-ci mərtəbədəki budaqların sayıları cəmi 18-dir. Deməli, A2 üstəgəl A8 bərabər nəyə? 18-ə və 9-cu və 5-ci mərtəbədəkilər budaqların fərqi isə yaxşı, A9 çıxılsın A5 isə bərabərdir 8-ə. Ən alt mərtəbədəki budaqların sayını tapın, yəni 9-un qiymətini tapın, A9-un qiymətini tapın deyir. Buradan A9 çıxa 5 bizə verir nəyi gənclər? Birincisi A2 üstəgəl A8-i mən yazıram. 2A5 bərabərdir nəyə? 2A5 bərabərdir 18-ə. Buradan A5 nəyə bərabərdir? 9-a. Və buradan da ikinci ifadədən yana 9 çıxa 5-dən yazıram. 4D bərabərdir 8, D də bərabərdir 2-yə. D2 A5 9-sa A9 bərabərdir A5 üstəgəlsin 4D-yə. Yəni 9 üstəgəlsin 4 vur 2 8, yəni 17-yə. 22-ci suala baxırıq. ABC üçbucağında C 90-dır, BC 8-dir. BC 8-dir. AC, CB və AB tərəflər orta nöqtələrdir. BC 8 isə bura 4 bölünür gördüyünüz kimi. Deyir SMN-yə 14 sm olarsa, SMN-yə 10 olarsa, AC-nin uzunluğunu tapın deyir. Baxaq, deməli, bu 90 dərəcə olduğundan bu hissə də 90 dərəcə olacaq. Çünki orta xətlərin əmələ gətirir üçbucaqdır. BC 8-dirsə, bura 4 olacaq gördüyünüz kimi. Və bu üçbucağın sahəsi gördüyünüz kimi düzbucaqlı üçbucaqdır. Bura x desəm, 4 vur katetlər arasının yarısıdır. Yəni 4 vur x bölü 2 bərabər 10-a. X buradan 5-dir. Bura 5-dirsə gənclər, AC olacaq 10. 23-cü sualda perimetrlər cəmi 34 olan ABCD və CEFM paralleloqramlarının diaqonalları bir düz xətt üzərindədir. Burada deməli AF 13-dür. AF 13-dür, yaxşı. Və ABC və CFM üçbucaqlarının perimetrləri cəmini tapın. Deməli, dördbucaqlıların perimetrləri cəmi əgər 34-dürsə, deməli bax bu hissə üstəgəl bu hissə 17-dir. Yəni bu qırmızı hissənin parçaların uzunluqları cəmi 17-dir. Nəyə görə? Çünki AD BC-yə bərabərdir, DC AB-yə bərabərdir, ona görə. Yaxşı, AF də 13-dürsə, deməli bizdən deyir ki, ABC və CFM üçbucaqlarının perimetrləri cəmi üstünə gələcəm 13-ü olacaq 9. 24-cü sualda şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin B, ikincisinin A, üçüncüsünün C olması ehtimalını tapın deyir. Deməli 16 ədəd kart var. Bunlardan neçəsi A-dır? Gəlin baxaq. 1, 2, 3, 4 dənəsi A-dır. Düzdürmü? 4 dənə A var. Neçə dənə B var gənclər? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə B var və 4 dənə də C var. Düzdürmü? Yaxşı. İndi kartlardan birincinin B olması 16-dan 8-dir. İkincinin A olması 15-dən 4-dür. Üçüncünün C olması 14-dən 4-dür. Tamamdır. Və burada 16 ilə bunlar ixtisar getdi. 14 ilə də 4 ixtisar aparsaq 7, 4, 2-yə qalır 4 bölünsün 105. 25-ci sualda isə deməli, hovuzu doldurmaq üçün istifadə olunan A kranından boşaltmaq üçün isə
B ekranından istifadə olunur. Hər iki ekran eyni zamanda açılarsa və 8 saat açıq qalarsa 50 kub olan hovuzun neçə faizi dolmuş olar? Gördüyünüz kimi A kranı 2 saata 18 kub doldurur. Deməli 1 saata, yəni saatda 9 kub A kranı doldurur. Və B kranı 3 saata 15 boşaldırsa 1 saata 5 kub boşaldır B kranı. Deməli buradan nə çıxır gənclər? Buradan çıxır ki, saata 4 kub dolur. 1 saata 4 kub dolursa 8 saata 32 kub dolacaqdır. Ümumi həcm 50-dir. 32 50-nin neçə faizdir? 32 bölü 50 vur. 100%. Eləcək 64%. Diqqətinizə görə sağ olun. Növbəti videolarda görüşənədək. Sizinlə mən Faiq Məmmədov idi.